Dostlar, sabahınız xeyir. Çox istəklərə görə yeni vlog başlanır. Yuxarıda drill işləri hələ də bitmir. Yatmaq istəyirəm. Doymamışam. Bezdirdilər məni artıq. Bu nə saçdı. Gedək sonra mukbang. Belə çox spa prosedurlar etməsəm belə çalışıram ki, hər gün krem, serum və gözaltı edim. Çünki yəni gördüyünüz kimi, bilmirəm siz görürsünüz ya yox, gözaltım nədənsə tündür. Burada da əsəbləşirəm ki, birinci serumdan başlamalıydım, amma nədənsə kremdən başladım. Üzüm əslində heç bir belə problemli deyil əslində. Bir dənə bu gözaltım yəni biraz məni narahat eləyir. Deməli, nədən istifadə eləmişdim? Sadorun serumundan, C vitamini iləndir. Çünki gözaltım ümumiyyətlə tündür, çalışıram. Necə sağardım, amma məncə o qədər da alınmır. Sonra həmən seriyadan Sadorun 5x C vitamini, nədir ona, kremi və həmən seriya gözaltı. Ay krem. Əsəbdən ölürəm. Mukbang çəkməliyəm. Drill səsi bitmir. İndi acığa bitdi. Ama yenə başlayacaq əminəm. Əynimi dəyişdim. Uy. Top geyindim. Ceket. Все. Hələ suyumu içməmişəm. Hər səhər mən su içirəm. Ayda mən boğazıma nəsə olub. Niyə qızarım? Neyse, bugünkü hamının keyfinə nə düşür odur. Deməli, su, hər səhər sudan başlayıram. 1 stəkan. Hələ saat 2-dir. Yemək yeməmişəm. 1 dənə stəkan su. Mukbanga hazırlıq gedir. Deməli, burada sos üçün qab olacaq. Yenə drill başladı. Allah bəlasını verməsin. Burada salatımız, xiyar, pomidor, kahız, smetan və göyərti və hissə verilmiş toyuq budu, belə bişirilmiş hissə verilmiş toyuq budu almışdım. Onu çəkəcəm. Burada da kahı, çünki kahının üstünə hər şey qoyacağım. Bu da bizim sosumuz. Hələ ki soyuqdur. Burada badımcandan sosdur. Artıq yeyilib, ancaq mən yeməmişəm. Çoxsaylı istəkləri nəzərə alaraq qərar verdim ki, makiyajımı da göstərim. Qeyri-adi bir şey yoxdur. Birinci BB kremdən başlayıram və ondan əvvəl gördünüz ki, üzümü çox yaxşı nəmləndirdim serum və kremlə. BB krem ən sadə BB kremdir. Heç bir şey, qeyri-adi bir şey yoxdur. Dodağımı da eyni zamanda ən sevdiyim Nivea'nı nəmləndirdim və birinci life hack olaraq sizə bir şey deyim. Konsilerində istifadə elədim. Gördüyünüz kimi konsiler göz altımda qalır. Xarici make-up artistin dediklərinə görə elə bil konsileri belə saxladıqda o daha yaxşı dəriyə hopur və daha yaxşı göz altında qalır, yayılmır heç ara. Nəhayət ən sevdiyim hissə, indi highlighter tətbiq edirəm. Üzümə təbii parlaqlıq və təravət qatır. Makiyajı daha canlı göstərir mənə görə əslində və dodaqlarıma karandaş vurdum, sonra üstündən Nivea və qara karandaş. Karandaşdan başqa heç nə tətbiq etmirəm, yəni tendən falan istifadə etmirəm. Daha sonra tuş çəkirəm, kipriklərim dərhal daha uzun, həcmli, ifadəli görünür mənə görə. Essence'in bu prenses tuşunu çox sevirəm. Görün, çox gözəl də, gözü göstərir. Ruslar demişkin, очень выразительный взгляд da bывает. Çox gözəldir. İndi burada göstərirəm, forslanıram ki, baxın necə gözlərim var. На ложку вот эту как-то можно. Это вилка. Мне не нравится. YouTube'a videonu paylaşıram. Hər şey belə başladı. Pis kampaniya hekayəm. Mukbang bəncə maraqlı olacaq. Keçib baxa bilərsiniz Mukbanga. Aşağıda linkini də qoyacağam. Əynimi dəyişdim. Dedim futbolkaya keçim. Ən sevdiyim belə bir şeylərdir futbolka giymək. Da, хорошо, сейчас расскажу. Nənəmə dedim ki, nənə olar babamla sən şəklimi göstərim. Bu nənəmlə babamdır. Nənəmin burada 21 yaşı var. Babam. Burada da elə nigah vaxtı idi. Yəni təzəlikcə nigah
imza atıblar nigaha və şəkil çəkdiriblər. Yavaş çalışacağım kimlərsə göstərim. Bu mənim babam artıq və bu mənim nənəm. Burada zaman keçib. Görün necə zaman keçir, insanlar necə dəyişir ümumiyyətlə. Yəni mən şokdayam da. Yəqin ki biz də belə dəyişəcəyik. Mən buna inanmaq istəmirəm. Əslində inana da bilmirəm. Yəni belə deyək. Biraz grustinkalıq elədik, biraz əhvalımızı yerinə salaq. Mama işdən zəng elədi, deyir ki, mən orada çıxmışam, indi maşına minir, gələcək və biz gedəcəyik alış-verişə. Bilmirəm nə alacaq. Mama deyir ki, gəl görüşək, mən də sizə marketdə çəkərəm nə aldıq, nə elədik. Dostlar, mən çıxıram indi bu dəqiqə. Sadəcə belə jilet geyindim. Belə qara sumka, mən bunu markete bura çıxanda geyinirəm. Trendyoldan almışam. Ən yazığım gəlməyən sumkadır. Sonra çıxaq uşaqlar. Nənə, ya выхожу. Baxdım, hər şeyi götürdüm. Telefon və kaşelok ən vacib. Sonra indi mama ilə gedək görüşək. Alış-verişimizi eləyək. Vlog demək olar bitib. Bəlkə də bitməyib. Baxaq nə olur. 3 saatdə birinə kadr çəkməyə çalışırdım. Telefon nədənsə dönmürdü. İndi mama ödəniş eləyir. Ödəniş eləsin. İnşallah eşidilirəm. Mami. Marketləri o kadar da sevinirəm. O kadar elə baxırlar ki qıraqdan. Çalışıram ki çəkim harda adamlar azdır. Вот эту, да? С крышкой нету? Нету. Берем что-то есть. Что есть? А зачем тебе крышка? Salam, salam. Çox sağ ol. Bir dənə bu çörək zəhmət olmasa və 3 dənə simit. Vəli mama ilə getdiyini aldıq. Süd, 3-2 Azər süd. Mama Ayka'ya baxır. Bu kofeni görüb sevir. Mac Coffee Latte Caramello. Dadlıdır. Mama deyir. Mən dadına baxmamışam. Kəsimi endirimdə idi. Sırniklər üçün almışdıq. Su işığı gətirdim. Elə bir çox qaranlıq idi. 3 dənə belə sırolog şurada. Bir dənə Fanta. Syomka üçün hərdən. Belə smetan aldıq. Bulyon kiloluq alırıq adətən. Bunu aldıq bu dəfə. Yumurta. Çiyələk. Nə tapdıqsa. Hamısı əzilib düzülmüşdür. Çəkə axırda göstərəcəm.
Burada da göyərtili və ayda adı neydi bunun? Biber. Böyle sponjlar makyajı silmək üçün lazımdır həmişə. Bu yani hamam üçün pıs. Abiyan üçün duzlu bu. Belə sponjlar aldım. İndi başa düşürəm ki, bu sponjlar mənə heç rahat da deyil. Adi belə salfetka. Pervol'ün belə bir stiralni paraşoku. Это порошок? Hə. Və orada 3 dənə simit və bir dənə təndir çörək. Başqa heç nə. Qiymət 50-29 elədi. Bilmirəm, əslində çoxdur, azdır, özünüz qərar verin.